və ümumiyyətlə şiədən gələn hədis. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm şiədən az hədis gəlib də, özünüz bilirsiniz 600-700 civarında belə. Qalan əsas yəni imamlar. Əyimmədən gəlir bizə kifayət edir. Hətta indi imamlardan gəl. İndi bilirsiniz, əgər biz yəni sorğu-sual eləyəcəksə, iki cür sorğu-sual var da. Birincisi əqlimizə uyğun gəlməyən məsələlər, düzdür? İkincisi əqlimizə uyğun gəlməyən məsələlər, ikincisi də ki, yəni naslara uyğun gəlməyən. Razısınız da məndən? Yəni əgər inkar eləyiriksə, ya əqlimizə uyğun olmamalıdır, ya da ki, yəni Qurana və ümumiyyətlə də sünnənin, Quran şəriətin gəlmə formasına zidd olmalıdır. Belə olduğu halda məsələn bu mövzunu belə müzakirə eləsək, yəni ümumən görsənsək ki, misal üçün Buxari tutaq belədir də, Buxaridə, Müslimdə və Əhl-Sünnə mənbələrində gələn hədislər necədir və Şiə mənbələrində gələn hədislər necədir? Bunu biləndən sonra artıq o şeylər yoxdur, o furuatlar yoxdur, fərqli məsələlər də, yəni mən məsələn sırf söz və qüvvət olaraq təklif edirəm ki, gəlin Şiənin ən mötəbər kitabı olan Əl-Kafinin Təvhid babını oxuyaq. Bir də Buxarinin 98-ci kitabda ən sonda saldığı Təvhid kitabını oxuyaq. Baxaq görə Şiənin təvhidi nədir? Əhl-Sünnətin təvhidi nədir? Kafidə misal üçün Kafidə o qədər hədislər var. Məsələn Şeyx Saduqun Təvhid kitabını oxuyaq, bir də məsələn Buxarinin Təvhid kitabını oxuyaq. Mən oxumuşam. Şeyx Saduqun Təvhid dediyiniz məsələsi elə Mu'təzilənin Təvhid məsələsindən eynidir. Mu'təzilə Şiədən götürüb, Əhl-i-Beytdən götürübsə nə xoşaldır? İndi kim kimdən götürüb orasına getmir. İndi siz ad niyə qoyursunuz ki, mən də deyirəm siz İsrailiyyətdən götürmüsünüz. Hə, tamam. Yəni Mu'təzilə, yəni siz də İsrailiyyətdən yaxşıdır ki, İsrailiyyətdən götürmüsünüz. Biz nəyə istirahət edirik? Biz Quranın zahirini götürürük. Bizdə metodika Quranın zahirini götürmürsək, səhv eləyən zahirini götürürük. Səhv eləyən zahirini götürürük. Gəl belə eləyək də. Sən o hədislərin yoxdur deyirsən tövhid məsələsini. Onu Quranın zahirinə ərz eləyək də. Gəl Quranın zahirinə ərz eləyək ki, amma sizin bu təqdim edəcəyiniz ilahi cəmaata mənə çox maraqlıdır ki, sizin niyə insan əqidəniz insanları təvhidi tanımaq, Allahı tanımaqdan çəkindirirsiniz. Mən nə qədər açıram kitabları, icazə ver bitirim. İcazə ver. Mən məsələn Azərbaycanda Sələf-i Salihin əqidəsi İslam və İman kitabı var. Kamil Hüseyn yazıb. Haçan onu açıb mən efirdə oxuyuram, mənə söyüş təhqir edirlər. Haçan mən Əbu Abdullah İbn Məndənin kitabını açıram, oxuyuram, kitabı sifəti mənə gəlib söyürlər. Haçan İmam Darqutninin kitabını açıb oxuyuram, ancaq gəlib mənə təhqir edirlər. Kim təhqir edir qardaş? Sizin cəmaat da, məsələn mən deyirəm ki, bu kitabda yazıb ki, Allah mələkləri sinəsindən və qolundan, biləngindən yaratdı, gəlib mənə təhqir edirlər. Qardaş, səhihlərini oxursan yoxsa yox? Mən deyirəm, sizin əqidə kitabınızda bu qardaş ki, mən açıb oxuyanda ki, bizdə elə metodika var da. Bu kitabı təqdim eləmiş cəmaata ki, Allah taxta oturur, 4 barmaq boş yer qalmır. Taxt cırıldır, mənə gəlib təhqir edirlər. Səhih deyil. O səhih deyil. Səhih deyil, axı əqidə kitabı alınıb da bunlar qardaş. Əqidə kitabları düzəlt veriblər də. İndi xəta eləyib də o adam. Onda siz mənə bir dənə əqidə, bir dənə təvhid kitabı verin mənə. Qoy deyim də sənə, qoy sənə deyim də. Məsələn o kim deyibdi? Məsələn Əbu Yələ gətiribdi onu. Əbu Yələ də bu sifətlərin isbat məsələsindəğuluva gedənlərdəndir. Yəni bu o məsələdə sələfdir. İmam Darqutni bu yazıb bu kitabı sifəti. Bəlkə Əbu Abdullah İbn Məndə Ər-Rədd ələ Cəhmiyyə yazıb qardaş. Qoy bu kitabı ki, cəmaət təvhid öyrənsin. Bunu oxuyanda mən niyə təhqir olunuram? Yox, indi qulaq as da. Sən onun kimi bizim cəmaət təhqir edir səni. Bəli, sizin cəmaət təhqir edir. Olmaz qardaş, ola bilməz. Mücahid olmuyor, ümid olmuyor. Mən də misal üçün gətirim sənə bir şey də. Bizdə eyni formada var. Gir Tövbə Zamanı kanalına, Şiəlikdə olan hədislər yoxdur, onları qoymuşuq ora. Şiələr altdan bizi söyür. Şiə hansı əqidə kitabından qoymuşsa ortaya ki, məsələn əqidə kitablarından yox, qardaş, hədis kitablarından. Məsələn də bir icazə verdim. Bax məsələn Şeyx Saduqun, Şeyx Kuleyninin, Behəl Anvarın, Allamə Misbah Yəzdini, Cəfər Subhaninin, Məkanişəsin hansı təvhid kitabından qoymuşsunuz, təhqir olmuşsunuz? Qardaş, Behəl Anvardan, Kuleynidən, bunlardan qoymuşuq. Məsələn Kuleynidən nə qoymuşsunuz təvhiddən ki, təhqir olmuşsunuz? Təvhid məsələsi Kuleyndə. Məsəl üçün Kuleyndə hədislər var ya qardaş. Kuleyndə hədislər var. Allahın sən bizə nə deyirsən, əl-ayaq məsələləri. Aydındır. O həm qıvrımsaç oğlan bizə ittiham edirsə, həmin hədis Kuleyndə də var. Kuleyndə var? Var, bəli. Nə deyir Kuleyndə? Eyni hədisi gətirir. Həmin eyni formada gətirir. Necə gətirir?
Götür də o Kayd olunur da qardaş. Sabah açıb oxuyacağam ha cəmaət üçün. aç gətirəsən. Mən sənə ataram. Mənbəni ataram. Sən atma qardaş. Mən onun yerində qoymuşam. Dükanımda var kafe. Sabahda açıb oxuya Açıb bilərəm. oxuyarsan. Hə, sən mən şey Nə deyirəm. deyir? Konkret Nə deyir? Hədis necədir? gözlə bir şey eləyim, açım göstərim. Bir də gözlə. İmam Özüm orada atmışam. təsdiq edir yoxsa inkar edir? Yo, təsdiq inkar deyil, hədisi gətirir qardaş. Hədis gətirir. Hədisi gətirir nə? Hədisin davamı var. Hədisi gətirir o formada. O formada deyil axı ay müəllim. Allahdan Necədir? qorxun. Qiyamət bilərsən, var, açın. haqq hesab Açın, var. oxuya Sabah açıb bilərsən. qoyacam biabır olacaqsınız. Aç oxuda bir dənə indi olar açarsın. Eyni hədisi Şeyx Kuleyni də gətirir, Şeyx Saduq da gətirir. İmama gəlib deyəndə bu peyğəmbərin yuxuda Allahı görməsin, imam gedir səcdəyə. Allahı tənzih edir bu sifətlərdən. Və sonra deyir ki, peyğəmbər özünü görmüşdü yaşıl bağda. Allahı görməmişdi. Özü idi. Peyğəmbər özün görmüşdü. Bəli, sizdə Allahı görüb, bizdə peyğəmbər özün görüb. Bizdə Allahı görüb deyil qardaş. Bizdə Allahı görüb yuxudur. Rəaytu Rabbidir axı sizdə. Qardaş, niyə yalan danışırsınız cəmaata? Orada hədisdə də elə sizdə də elə gəlib də. Hədisdə bizdə elə deyil. İmama gəlib hədisi rivayet edirlər ki, rivayet olunur ki, peyğəmbər yuxuda Allahı görüb yaşıl bağda, çəmənlikdə belə qıvrımsaz. İmam gedir səcdəyə, Allahı tənzih edir bu müşriklərin deyil sifətlərdən. Deyir, səni layiqincə qiymətləndirmədilər, dəyərləndirmədilər. Sonra da imam deyir ki, peyğəmbər özün görmüşdü yaşıl bağda, Allahı yox. Yəni Rabbi sözünü dedikdə özünü nəzərdə tuturdu, özünü görmüşdü. Sizin hədisdə elədir. Bizim hədisdə İkirəmənin İbn Abbasdan nəql etdiyi hədisdə Rəbbimi gördüm ən gözəl surətdə. Bizdə hədis zəifdir də qardaş. Bizdə hədis zəifdir həm də. Yox, hədis bizə sənədi lazımdır ki, mətni kiçsə kimidir. Bizdə imam Allahı görməyi tənzih edir. Sizdə isə peyğəmbər Rəbbin gör ən gözəl surətdə yaşıl bağda qıvrım saçlarıyla. Qulaq as, imam kimdir də? İmam kimdir? İmam Sadiq əleyhissalamdan danışırdı orada. Bu hədisi gətirib də Kuleyni, düzdür? Kitabımızda var. Kuleyni gətirib sizi rədd olaraq, təsdiq olaraq bizdə də deyil. məsəl üçün bu cür kitab yox, bizə rədd olaraq gəlmir qardaş. Bizə rədd olaraq gəlmir. Belə şey. Qardaş, sən bir dənə hədisi aç oxu Allah üçün. Allahdan qorx, düzgün oxu. Açacağım. Bir saniyə gözlə, vaxt ver, aç. Hə, gözləyirəm qardaş. Bu hədisdə sizin etiqadınızı darmadağın edir. Nəinki sizə Yox, təsdiq. bizim etiqaddır ki, ya Allahın bizim etiqaddır ki, qardaş. Əlbəttə sizdə əqidə kitabında yazır ki, Bizdə dinlə deyirəm. Dinlə deyirəm. Sizin əqidə kitabında Kamal Hüseyn yazır ki, həmçinin Allahın barmaqları olmasına da iman edirik. Sonra yazır ki, Muaz bin Cəbəl radiyallahu anhu rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, Rəbbimi ən gözəl surətdə gördüm. Rəbbim ovucunu iki çiynimin arasına qoymuşdu. Onun barmaq ucundan solunu qəlbimdə hiss etdim. Bu sizin əqidənizdir, bu sizin tövhidinizdir. Bizdə qardaş bütün alimlər deyirlər ki, bu yəni Allah münezzəhdir, belə deyil yəni. Bizim əqidəmizdə belə. Qardaş, əqidə kitabımız bu. Bir dənə Azərbaycanda əqidə kitabımız o da bunu yazıb. Kimdə hansıdır Azərbaycanda əqidə kitabı? Yaz ki, Allaha aid. Kamal Hüseynin Əhl-i-Sünnə vəl Cəmaə Sələf-i Salihin əqidə Kamal kitabı. Hüseyn kimdir qardaş? Sən alimlər. Qardaş, Kamal Hüseyn özündən çıxartmır və altında mənbələr qoyulur. Kamal Hüseyni qoy. Allahın barmaqlarına iman etmirsən? Allahın barmaqlarına iman edirəm də. Barmağı hansı hədisdən götürmüsən? Barmaq hədisləri çoxdur. Allah Subhanahu taala barəsində. Məsələn, peyğəmbərin iki çiyinin arasına qoyduğunu qəbul etmirsən? Qəbul edirəm, hə. Hətta demək peyğəmbər Allahı görür, Allah da əlini qoyur peyğəmbərin kürəyinin arasına, barmaqlarını sorğunu hiss edir. Burada əli qəbul. Bu hədis həm hülulu gərəklidir, həm də Allahın barmaqlarının keyfiyyətini sorğunu verir. Hülula getsə qardaş, hülula getsə əqidəmiz Allah hər yerdədir qardaş. Bizim əqidəmizdə Allah hər yerdə deyə bir şey yoxdur. Niyə yalan danışırsınız? Hardadır bəs Allah? Heç bir yer. Məkanda münezzəhdir. Mekansızdır bizim Rəbbimiz. Məkanı yaradan. Nədir? Yo. Mekansızdır, məkanı yaradan Rəbbimiz. İkinci əqidəmizdə qardaş, əqidəmizdə Allah hər yerdədir. İkincisi əgər sən demək istəyirsən ki, Kim deyib onu sənə qardaş? Kim deyib onu sənə? Qardaş, sizin əqidəmizdir də bu, bilmirsən bunu. Mən onlarla şiə Mən bilirəm də qardaş, bax, ay Asim müəllim. Mən Bahəddi Şiə mədrəsəsində də keçmişəm, Sünni mədrəsəsində keçmişəm. Şiənin də əqidə kitablarını oxumuşam, Sünninin də əqidə kitablarını oxumuşam. İmam Təftəzaninin Şərh-ül Əqaidından tutulmuş Əhl-i-Sünnə və Cəmaə Sələf-i Salihin əqidə kitabına qədər xətm eləmişəm, sabah göstərirəm. İşarəli də qoymuşam, hamısını xətm eləmişəm. Ondan sonra İmam Daraqutninin də kitabını qurtarmışam, Əbu Abdullah İbn Məndənin də kitabını qurtarmışam.
Sən mənə nə danışırsan qardaş? Mən bilmirəm Qardaş, nə danışıram. o bilmirəm ya, olsun da bunu. Bizdə Allah Subhanahu Hə, əli, gedin Allah qardaşlar açın Şeyx Saduqun kitabı Tohidini, gedin açın Nasir Məkarım kitabı üzərində bəhsini, Misbah yazılan İslam əsaslarını, hansı şiə kitabını istəyirsən aç bax qardaş. Allah zamandan və məkandan münezzeh. Əqidəviz qardaş Mötəzilənin aynı əqidəsidir. Hə qardaş, sənki də İsrailiyyət nə edib də mən sən min dənə qoyuram. Qardaş, Allahın əlinin olması Quranın açıq ayəsidir. Nə İsrailiyyət? Yox, axı sənin əqidən odur ki, Allah əlin peyğəmbərin kürənin ortasına qoyub barmaq mən əqidəm, deyirəm də, mən əqidəm Quranın zahirindən üzbəüzdür. Mən hədislərimin zahirini götürürəm, səhifəyə. Bunu da yalan məlumat verirsiniz. İstəyəndə təvilə gedirsiniz, istəyəndə getmirsiniz. Mötəzilənin əqidəsilə eyni olaraq... Qardaş, Mötəzilə sizdəndir, bizdən deyil. Mötəzilə əhl-i-sünnətdəndir, şiədən deyil. Mötəzilə, əhl-i-sünnət şey məsələsini... Mötəzilə sizdəndir, bizdən deyil, onu bizə Allahın yaxma. ad və sifətlər məsələsi, Allahın ad və sifətlər məsələsi. Hətta mən sənə naslar gətirəm ki, bunu Mötəzilədən götürmüşsünüz, qardaş. Mən də deyəm ki, bir dənə olsun gətirə bilməzsən. Gətirərəm, alimlərimizin etirafları var. Bir dənə gətirə bilməzsən. Aparsan kesin də və canlıda da qoymuşsun. Bax, ancaq yalan və iftiradır. Yox, qardaş, gətirərəm, indi mən sənə atarım bunu. Atarsız, gözləyirəm. Atını sabah kompüterdə qoyub oxuyuram cəmaatı. Tövbə zamanında videoda qoyacaq Allahın izni. Mən tövbə zamanındakı yalanları da görmüşəm. Nə qədər şiə adına yalanları da görmüşəm. Düzən videoları da görmüşəm. Əlhəmdülillah, minlərlə şiə İslam'a gəldi, əlhəmdülillah. Minlərlə də biz dəvət edirik də qardaş. Bunun nə dəxli var ki? Yəni, yalan zat yoxdur. Orada hamısı öz kitabı. Mən özüm sizdən çıxıb bir yana gəlmişəmsə, mən böyük bariz nümunə məsələn qabağındayam. Hələ sən deyirsən də, mən görməmişəm bizdən əhl-i-sünnədən. İstəyirsən deyək, qardaşlar bilirlər, mənim atamı da, anamı da, hansı mədrəsədə oxuduğumu da hamı bilir. Azərbaycanda, Türkiyədə. Türkiyədə oxumusan? Sələfi olmusan sən? Mən Hənəfi mədrəsəsini oxumuşam. Süleyman Hilmetullah Əfəndi mədrəsəsini oxumuşam. Sələfi Salihin yaxşı, əlhəmdülillah, Allah sənə müvəffəq elib hidayət olsun. Sələfi Salihin əqidə kitabında götür qoy qabağa. Süleymaniyyə əqidəsi şiəlikdən. Süleymaniyyə deyil də qardaş, səbirlə deyirəm. Sələfi Salihin əqidə kitabını qoy qabağa, qabağında arxasını mən deyirəm. Yəni elə şey gətirdin ki, yəni elə bir əqidə gətirdin ki, qardaş. Deyirəm ki, qardaş, bax Sələfi Salihin əqidə kitabı var ha. Qoy qabağa, əvvəlində axırını mən deyim. Qardaş, Sələfi Salihin əqidə kitabını məsələn İmam Əhmədin sünnəsini keçmiş, usul sünnəsini keçmiş. Hə, məsələn, Abdullahın sünnə kitabı məndədir. Allahın taxtda oturmasını. Nə var orada? Məsələn, İmam Əhmədin əqidəsində. Məsələn, deyirəm də sənə, İmam Əhmədin oğlu Abdullahın kitabında Allahın İmam Əhməd. İmam Əhməddə zaten kim bizə var edilib, oğlu Abdullah var edilib də, başqa kim var ki? Yox, qardaş, tamam da özünü usul sünnəsini gətir. Mən dedim, xüsusi əsəri yoxdur, oğlunun rəvayəti üzrədir kitab. Hə, tamam, gətir. Nə deyir orada? Hə, kitab açıb 180 neçənci səhifədə bab açıb. Abdullahın rəvayətlərini gətirsən atası. Qardaş, Abdullahın demirəm, qardaş, Abdullahın kitabından deyirəm. Allahın taxtına oturmağını isbat eləmək üçün ərəbcə taxt deyir. Ərəbcə nə deyir? Ərəbcə danışıram mən burada, qardaş. Hə. Taxt deyir. Buna bax, Bəzi ərş deyir də, qardaş, taxt deməkdir. Bu cəmaatı niyə aldadırsınız ki? Ərəbcə taxt, İmam Əhməd qardaş, bizdə ərş sözü elə arşdır da. Biz onu taxt tərcümə edirik. Qardaş, bax, əziz qardaş, xahiş edirəm səndən, rica edirəm, sabahçı cəmaatı aldatmayın. Niyə Allah? Ərş Turandır, Rus dilində, İngilis dilində, Azərbaycan dilində taxt. Və bir dənə mövzu qoyun, o mövzu üzərindən danışın da. Və Asim müəllim, bu cəmaatı aldatmayın. Abdullah atasından rəvayət elədiyi kitabda Allahın taxtın, ərşin üzərinə oturmasına aid bab açıb və orada neçə hədislərdən nəql edilib. O arşı taxt niyə gizlədir? Cəmaata danışın. Asım müəllim, ya isim sifət mövzusundan, Asım müəllim, ya girin isim sifət mövzusundan müqəddimə isim sifət mövzusundan qardaş, qulaq asla girək. Ya xırtdakı başqa bir mövzuda da, bir mövzuda danışın. 60 mövzuya keçilir, bilinmir ki, buradan da söz atma gedir. Söz atma gedir, başqa bir şey yox. Məsumiyyəti idi. Peyğəmbər sallallahu əleyhi və səlləm məsumiyyəti idi, yəni. Və buyurun danışın da, məsumiyyət üzərindən danışın. Onu danışdıq da, onu bitirdi. Bizim etiqadımızda Allah Resulü sallallahu aleyhi və məsələsinə gəlincə, İsmət sahibidir. Sizdə isə Peyğəmbər şirkə mürtəkib olur, kiçik şirkə girir. Peyğəmbər xırda günahlar eləyir. Bizim Peyğəmbərimiz deyil, qardaş. Xırda günahlar eləyir də, Quran zahiri də. Sizə görə də, qardaş, biz eləmirik. Bizim Peyğəmbərimiz Qurandan ayə gətirir. Qurandan ayə gətirir ki... Biz də Qurandan ayə dedik də, biz də Dəqoqutdan, Avestadan danışmırıq. Hansı ayəni gətirdin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm təkrar edin bir də, ki, qardaş da deyirəm. Mövzudan qaçmaq üçün variantdır bu.
Mövzudan qaçmıram qardaş. Möhtəzilə əqidəsi barəsində danışmaq. Qardaş, sənin İsrailiyyət əqidəndən yaxşıdır. Mənim əqidəm Quranın zahiridir. Xahiş edirəm, bir də Mötəzilə desəz, qardaş. Bir də Mötəzilə desəz, Allah Mötəzilə lənət eləsin. Qardaş, Bir tamam. də desəz, qardaş, artıq mən sizinlə daha kobud danışacağam. Qardaş, məndən kobud danışmaq lazım deyil. Məndən nə kobud danışırsan? Onda iftira atma da bizə, qardaş. Mötəzilə sizdən çıxıb, bizdən çıxmayıb. Möhtəzilə bizdən ad və sifətlərdə bizə müxalif. Gəl belə danışaq. Gəl sənin əqidəvi və mənim əqidəmi Qurana ərz elə. Bəyan eləyin də, müəllim, bəyan eləyin, müqəddimə eləyin. Mən deyirəm argument deyirəm, argumenti deyirəm. Bu argumenti götürmüş ki, qardaş. Argument mənim argumentim budur ki, Bahəddin. Sənin əqidən də var ortada. Nə olur olsun. Yaxşı, İmam Cəfərdən gəlib bu əqidə tutaq. Mənim də əqidəm var ortada. Gəl Quranın zahirinə bunu ərz eləyək. Quranın zahirinə. Yox, əgər Quranın zahirini götürməyəcəksənsə, onda mövzumuz məcazdır. Hə, məsəl üçün, indi hansı bizim əqidədə, hansı məsələ bizim əqidədə? Məsəl üçün Allah Subhanahu taalanın əl məsələsi, yəni səni narahat eləyir, ya Allah Subhanahu arşa istiva eləməsi, yəni səni narahat eləyir. Azərbaycanca deyin cəmaət anlasın. Qardaş, burada tələbələr deyil. Bu sosial şəbəkədir, qardaş. Xahiş edirəm səndən. Bu sosial şəbəkədir. Bura mədrəsə deyil. Bura qardaş İlahiyyat fakültəsi deyil. Azərbaycanca danışın. Hə, arş məsələsi qardaş, arş məsələsini izah edeyim. Azərbaycanca qardaş, Azərbaycanca. İzah edirəm də nədir qardaş, mahiyyətini izah edirəm də. Nədir? Mahiyyətin demə birinci qarşılığındır qardaş kəlmənin. Qardaş, bizdə arş sözü tərcümə olunmur qardaş. Arş sözü kim deyir sizə tərcümə olunmur? Allahın arşını biz taxt kimi tərcümə eləmirik. Aydındır? Qardaş, niyə eləmirsən? Ərəb dilində bax qulaq as, gəl bir dənə sənə sual verim. Ərəb dili zəngin dildir də, düzdür? Əqidə də oxumusan, düzdürmü? Arş sözünün əhl-sünnədən bircə dənə sinonimin ya izahını görmüsənmi? Hələ sizin əqidə kitabında düz qabağında yazıyor ərş taxt deməkdir və tutacağı vardır. Hə, yəni ərşin lüğəvi mənasını deyir. İstilahi mənasını. Hətta deyir ki, ərş taxtdır və tutacağı vardır. Qardaş, istilahi mənasından danış. Zaten əl məsələsi də, əl dedikdə əl başa düşülür də nədir, düzdürmü? Biz Allah Subhanahu əlinin zaten keyfiyyətini şey eləmirik ki. Keyfiyyəti də Azərbaycancadır da, qardaş. Bu ərəbcə nə deyirsən? Keyfiyyət sözü Azərbaycanca deyil. Keyfiyyət o ərəbdəki başqadır, bizdə necəliyi deyilir. Nədir? Necəliyi hə olsun. Keyfiyyət bilin, cəmaət başa düşür. Azərbaycanca. Allahın əlinin necəliyi bilinmir. Bilmir. Hə, qulaq as. İndi əl sözünün lüğəvi mənası əldir də, bilinir də, düzdür? Əl. Düzdürmü? Lakin şəriət naslarında Allah Subhanahu əli özünə aiddir, özünə məxsus əldir. Yəni keyfiyyəti bilinmir, necəliyi bilinmir. Rəngi də həmçinin. Rəngi də həmçinin. Ha? Rəngi də Allahın rəngi də həmçinin özünə məxsusdur. Allah Subhanahu rəngi naslarda gəlməyibdi. Biz o barədə necə Quranda deyir Sibqatullah. Sibqatullah 198. Sibqatullah Allahın dəvəsi də onda. Sibqatullah Allahın rəngi qardaş. O gülməli sözdür. Sibqatullah, sibqa birinci Allahın rəngi deyil. Sibqa rəngləmək deməkdir və sibqa şey olunur. Yəni təsirli haldadır. Sibqa qardaş rəng, boya, kraska deyil. Ha, sibqa məsdərdir. Sibqa rəngləmək deməkdir. Aydındır, rəngləmək. Allahın rəngləməsi var. Orada nədən söhbət gedir? Nədən söhbət? 108 oxu görüm qardaş. Qardaş, gəl izah eləyim sənə. Gəl izah eləyim. İzahlı istəmirəm qardaş, mən izahlarını bilirəm. Bilirsən, Allahın evi də Allaha aiddir. Allahın evi biz onu necə başa düşürük? Əli də məsələn ona görə də Allah Subhanahu izafə. Qardaş, sən əqidə oxumusan və vallahi yəni biz necə ki Allahın evində, ipində, dəvəsində yoruma gediriksə, təvilə gediriksə, əlində də həmçinin təvilə gedirik. Sizin alimlər isə Allahın əlində ixtilaf ediblər. Bəziləri deyib ki, ikisi də sağdadır, bəziləri deyib biri sağda, biri soldadır. O fəriyyətdəki o ixtilaf, cümhur o fəriyyətdəki ixtilafdan danışır. Allahın iki əli var, yoxdur. Orada ikisi də sağdır, yəmindir məsələsi. Yəni o ikram mənasındadır. Bəlkə Allahın zatında küfrə düşüblər də niyə etiraf eləmirsən bunu? Nəyində? Allahın zatında. Yarısı deyib ki, sağdadır, yarısı deyib yox, biri sağda, biri solda. Allahın zatındadır. Necə ixtilaf edirlər? Əl zatdan deyil. Yarısı. O qardaş, nə danışdın sən? Qardaş, siz öz kitablarınızı oxumusunuz. Yarısı kim deyib? Yarpaslan deyən də mən səninlə müxatib deyim. Tələsmə. O icazə olar mən cavab verim sənə bu Sibqat Allah məsələsinə, sonra keçək başqa mövzulara. İndi mənim də suallarım var. Sibqat Allah məsələsi olsun, istənilən bir izafə ərəb dilinin qaydalarına görə, əgər ayrılan bir şeydirsə, özü özlüyündə qaimdirsə, aydındır, o təkrimlə izafə olunur.
Necə ki, Beytullah məsələsi. Azərbaycanca danış, bu cəmaət anlasın da. Bu cəmaət nə başa Qardaş, sən mənlə mi söhbət edirsən, yoxsa cəmaatla sən nə özü göstərirsən? İstəmirəm də ərəbcə cəmaatı yatırtasınız. Azərbaycanca Qardaş, danışın sənin cəmaət. məqsədin müzakirədir, yoxsa cəmaata şey deyil. Mənim odur ki, cəmaat sizin əqidənizi bilsin. Hə, bizim əqidəmiz də yaxşı, ay Biz cəmaat. etmin əqidəmizi. Əgər Açıq din deyəndə ki, cəmaat. Allahın dəvəsi dedikdə, biz deyirik ki, bu Allahın dəvə orqanı var, yəni bu dəvə ona bitişdi yox. Deyirik ki, əgər bir şey özü özlüyündə qaimdirsə, yəni özü özündə durursa, özü özündə baş verirsə, bunun izafəsi, yəni bir adama aid edilməsi ərəb dilinin qaydalarına görə təkrim mənasındadır. Aydındır? Təkrim mənası. Məsəl üçün, Allah deyəndə Allahın evi, burada Allahın içində yaşadığı evdən söhbət getmir. Kəbədən söhbət gedir. Aydındır? Allahın evi, yəni təkrim elədiyi ev. Allah, mən belə sadələşdim cəmaat üçün. Cəmaat, Allahın evi deyildiyi zaman Allah ona özünə nisbət verməsi, onu digər evlər içində seçib üstün qılmasıdır. Hə. Bəs Allahın rəngi nədir ki, Allah o rəngi özünə nisbət verir? Aha, sıbğada qardaş, sıbğa məsələsi də eləncə məstərdir, rəngləmək deməkdir. Yəni Allahın insanları rəngləməsi. Aydın Allahın öz rəngi deyil qardaş. Bunu olduğu kimi qəbul ki, Allah insanları rəngləyir. Allah Subhanahu insan bu cür məcaz mövzusudur qardaş, yəni ad sifət mövzusu. Ay soğur. Hə, ad sifət mövzusu deyil. Məcaza getdin. Bilmək istəyirsən məcaza girək. Və görsən başqa yerə getdik. Qəbul edin məcazı. Mövzumuz nə idi? Məcaza girmək istəyirsən. Elhamdülillah qardaşlar, şahid oldunuz adam məcazı qəbul elədi. Bu qardaş, yəni sən mənim məcaz barəsində qulaq asmısan yoxsa yox? Yox, sizin yanınızdakı qəbullanmır ona görə. Qardaş, qoy deyim sənə, məcaz barəsində qardaş, sən vallahi sən bir mövzuda qaim olmursan, bu mövzudan o birisinə, bu mövzudan o birisinə, bu mövzudan o birisinə. Yəni birincisi, məcaz mövzusuna girəndə, məcazda əhlüsünnədə 3 dənə görüş var. Birincisi ərəb dilində məcaz yoxdur deyənlər, məsəl üçün İbn Teymiyyə rahimehullah, Şinqiti və kimi. İkincisi, Quranda məcaz yoxdur deyənlər. Üçüncüsü, ərəb dilində məcaz var, lakin qarina olmadığı halda və qeyb məsələlərində məcaz yoxdur. Aydındır? Və qeyb məsələlərində, yəni biz Allahın insanları, yəni imanla rəngləməsi, orada imanla rəngləməsindən gedir. Bu ərəb dilinin üslublarındandır və Allahın sifətləri məsələsi deyil. Mövzumuz buydu da qardaş. Və bu üç burada imanla rəngləməkdən getmir. Deyir Sibqatullah və mən əhsanu minallahi sibqa və nəhnu ləhu abidun. Nədən Allah deyir ki, Allahın boyası. Allahın rəngi. Hansı təfsirdir? Şiə təfsirində. Mən demirəm ki, siz buna rəng kimi qəbul edirəm. Burada gedirsiniz məcaza, təbiə. Allahın sifəti yox, bu Allahın sifəti. Allahın dini kimi. Qardaş, qarşılıqlı danışaq da nə olar ki? Mən səni dinləyirəm, sən Allahın ad və sifət mövzusudur yoxsa yox? O Sibqatullah Allahın sifəti. İndi gəlirik əl məsələsində. Qardaş, Allahın əl məsələsində. Yox, etiraf elə. Sibqa, yəni ad sifət mövzusudur yoxsa yox? Ben nədir qardaş? Vallahi yalan danışırsan qardaş. And olsun Allah yalan danışırsan. Yox, nədir? Nədir? Burada məcaza getməsən, burada həqiqi mənada götürə bilərsən. Sıbğa rəngləməsi, sıbğa Allah Subhanahu rəngləməsi, ruzlandırması, Allah Subhanahu verməsi, Allah Subhanahu ruzlandırdığı zaman rəzzaq olmur. Qardaş, bu məsələlər Allahın sifəti məsələsi. Sıbğat Allah sənə baş saldım. Özündə qaim bir şeydir. Yox, yanlış vurdun axı qardaş. Deyirsən Allahın ruzlandırması. Allahın ruzu verməsi onun sifəti deyil. Bu misal gətirəndə hardan gətirsən qardaş? Hadi mən də deyirəm sənə deyirəm ki, əgər biz mövzumuz Allahın sifətləri məsələsidirsə danışaq. Allahın sifəti məsələsi deyilsə... Yox, mən istəyirəm sizinlə Allahdan danışam, Allahın özündən danışam. Cəmaət sizin əqidənizdəki Allahı tanısın. Allahın bizim əqidəmizdə, bizim təfsirlərdə Sıbqat Allah Allahın sifətləri mövzusundadır yoxsa yox? Düzün deməm. Yox, sizdə yox, əlbəttə qaçır məcaza. Mən əvvəldən dedim bunu. Və niyə atdın ki onu? Deyirəm, bu məsələlərdə gedirsiniz məcaza, təvilə. Amma bu məsələdə gəndə deyirsiniz ki, Allahın əli var. Allahın sifətlərindən danışın. Deyən də qardaş danışım da mən də. Deyirsiniz, Allahın əli var, necəliyim bilmirik. Amma baxırsan ki, Allahın barmaqlarının sayını verirsiniz. Allahın barmaqlarının Peyğəmbərin kürəyinə qoymağını verirsiniz. Allahın barmaqlarının soyuluğunu verirsiniz. Allahın əllərinin sayında verirsiniz 2-dən olmağı. Sağda solda olmağı verirsiniz, amma deyirsiniz bilmirik. Daha nə qaldı ki? Sıbqat Allah bu mövzu deyil axı.
Mən də deyirəm ki, əgər zahir olaraq götürürsünüzsə, bu ayəndə zahir götürün. Əgər zahir olaraq götürmürsünüzsə, imkan verin o birislərində də biz gedəməyəcəyik. Başlarda şərhlərə bax da tərbiyəsiz deyirlər, söyüş sözlərə. Sən hiylə edirsən qardaş, sən hiylə edirsən. Sıbqat Allah Allahın sifəti məsələsi deyil. Ona görə onu gətirməyin yeri yoxdur. O ki qaldı Qardaş, Allahın. mən sözümün əvvəlində də dedim, yenə də deyirəm, cəmaət, əhlüsünnə və cəmaət bu ayələrə zahir olaraq götürmürlər. Bunlarda gedirlər məcaza, təvilə, yoruma çekilir. Bizdə zahir nədir ki bizdə? Bizdə zahir Zahir nədir? olaraq Allahın boyası Allahın dini olaraq götürür əhlüsünnə. Bu zahir nə deməkdir? Zahir sözünün mənasını bilirsən? Yəni o ayədə keçdiyi kimi açıq çılpaq mənasına götürülmür. Yox qardaş, səhv edir. Zahir o demək deyil. Qardaş, sən nə deməkdir? Yaxşı, sən de alternativ bilək. İcazə ver, məsələn, məcazı başa sal. Qardaş, icazə ver. Mən sənin məcaz haqqındakı dərslərə də qulaq asılmışam, Asim müəllim. Qulaq asmısansa, bəs onda niyə yalan şey edirsən ki, yalan? Çünki sən 3 dənə variant gətirirsən, heç birində sabit eləmirsən. Deyirsən, əslində 3 dənədir. Mən 3 variantın 3-ündə də, məsələn, İbn Teymiyyə rahimehullah variantın 3 dənə variant. Ay İbn Teymiyyə yoxdur, sənin dinin yoxdur. Qardaş, İbn Teymiyyə buranın aidiyyəti. Olsun İbn Teymiyyə də özünə əvvəlki sələflərdən götürüb də. Mən də əvvəlkindən gətir, qardaş, əvvəlkindən gətir. Sizdə də şey yox idi, adı nədir? Saduq yox idi, Mufid yox idi, din yox idi. Saduqla İbn Teymiyyə eyni vaxtdır. Sən də Saduqun dövründən gətirdin. Mən də o İbn Teymiyyə də özündən nə fərqi var ki, qardaş? Sən Qardaş, çünki mən Allahın dinində, Allahın dinində mən İbn Teymiyyə deyə bir adam tanımıram. Mən Allahın dinində Allah Rasulunu tanıyıram, onu Əhl-i Beytini tanıyıram, sahabə, tabiin, ətbə tabiin, bunları tanıyıram. Sahabə tanıyırsan sən qardaş? Hansı sahabəni tanıyırsan? Əlbəttə tanıyıram. İndi onu da kəsərik, danışarıq. 3 dənə sahabə. Yəni nəsə mövzudan yəni. Məcaz məsələsinə gəlincə, zahir məsələsi zahir mütəbədir, yəni mütəbədirdir. Kimsə misal üçün oxuyanda ağlına birinci nə məna gəlirsə, odur qardaş, qutardı getdi. Odur, yəni Sıbğat Allah'ını oxuyan sahabələr ağlına birinci gəlib ki, Allah bunu burada Allahın insanı rəngləməsindən söhbət gedir. Sonra onu təvil ediblər, yox bu mümkün deyil, keçək yəni həqiqi olmayan mənasına. Yox, elə bu mütəbədir mənadır. Zahirin mənası ilə mütəbədir mənadır. Başqa bir izahla zahirin mənası... Yenə ərəbcə qardaş, yenə cəmaat. Belə mən yoruluram. Sizin nə qədər tələbələrlə danışıram, nə qədər xahiş edirəm, rica edirəm. Qardaş, yalvarırsa Azərbaycanda danışıram. Məsələ bilirsən nədir? Məsələni sənə deyim də. Çünki mən səninlə müzakirə edirəm. Aydındır, sənin məqsədin nədir? Bu cəmaat nə edəcək? Onda gəl keçək WhatsApp-a, şəxsdə ikimiz danışaq. Mən danışıram da, lazım olanda əgər kimsə bilmir, yazsın, izah edeyim. Burada problem yoxdur. 300 nəfər altdan yazacaq ki, Asim müəllim, mütətəttir nədir, bunu bizə deyin. Mütətəttir, yox mütəbədir. Qardaş, əgər bilmirlərsə, cəmaat mövzularına gəzir. Cəmaat arasında bizim əhl-i-sünnə vəl cəmaatın hamısı burada oturan, hamısı bu Sizin kitablarda belə deyək, qardaş, kitabı açırsan, oxuyur, heç sən oxuyucu başa düşmür. Sizin kitablar başa düşülür, qardaş? Bəli, bizim kitablar başa düşülür. Çünki bizdə siz kimi nəysə, bu şeylər yoxdur. Yaxşı, mütəbədir bilsən nədir? Qoy deyim, düz deyirsən, izah edeyim. Mütəbədir, ağla birinci gələndir. Və zahir məna, zahir, mücərrəd zahir var və həmçinin, yəni, mürəkkəb zahir var. Mücərrəd zahir nədir? Birinci, yəni sözün ancaq özünə baxdıqda ağla ilk gələn məna. Mürəkkəb zahir isə nədir? Mürəkkəb zahir, siyaqı oxuyursan, bir neçə cümlədən bu məna çıxır, ağla bu məna gəlir. Yəni budur. Və bu dediyimiz məsələlərin heç birində ağla bunun əksi gəlmir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunları oxuyanda sahabelər bu barədə suallar vermədilər. Aydındır? Sahabelər bu barədə həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmdən bircə dənə yerdə, məsəl üçün biz səhih hədislərə qayıdırıq da, Quranın ən yaxşı şərhi kimdir? Peyğəmbər sallallahu əleyhi və səlləmin şərhidir. Allah Subhanahu taala Əli barəsində danışıb, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədislərdə Əli barəsində danışıbdır. Barmaqları barəsində danışır. Lakin keyfiyyətini bilmirik. Allah Subhanahu taala leysə kəmisli şey, o səmiyyül basırdır. Sən də indi deyirsən ki, mən də haqqım var da soruşuram. Qardaş, mən də bir əhl-i-sünnə olaraq, mən sənə sual verəcəm. Əhl-i-sünnə olaraq oxuyuram ki, Peyğəmbər bir hədisdə Allahın sol əlindən danışır, bir hədisində iki əldə sağdan danışır. Mən bir əhl-i-sünnə olaraq nə etməliyəm? Soruşursan, fəsəl əhlə zikrin kuntum la ta'lamun, bilmirsənsə bilənlərdən soruş. Kimdən soruşuram? Açıram əqidə kitabınızı görürəm ki, alimlərimiz ixtilaf edir. Çox sadə bir məsələ qoy deyim də sənə. Bu ümumiyyətlə əhl-i-sünnədə məşhur bir şeydir. Əhl-i-sünnədə bir-birinə zahiri, nəinki əhl-i-sünnədə, sizdə də, şiədə də, usullərdə, hamısında bu labüd bir şeydir, elmi bir şeydir bu. Əgər iki bir-birinə taarud, yəni ziddiyyətli görsənən şey varsa, nas varsa, məsələn Quranın özündə. Bayaq oxuduq ki, Quranda Allah deyir ki, sən heç kimi hidayət edə bilməzsən, digər ayədə deyir ki, sən hidayət edənsən, düzdürmü? Neynədik? Burada cəmə baxdıq da, burada da cəmə baxırıq, yəni.
Cəmə baxıram, görürəm ki, alimlərimizin bir qismi deyir ki, ikisi də sağdadır, bir qismi deyir, biri sağda, biri solda. Alimlərimizin bir qismi Görürəm Allahın zatında ixtilaf edirlər. Allahın zatında küfrə düşürlər. Əksəriyyəti nə deyir? Alimlərimizin əksəriyyəti nə deyir? Əksəriyyət deyir ki, burada əksəriyyət deyir ki, ikisi də sağdadır. Yəni fəzilət baxımından ikisi də Allah Subhanahu taala'nın biri sağda, biri solda deyən küfr əhlidir onda. Bəli. Allah Subhanahu taala yox, yəni ixtilafdır da, yəni ümumiyyətlə Allahın zatında ixtilaf olur. Mən bu nə tövhid öyrəndim sizdən ki, Allahın zatında ixtilaf edirsiniz. Mən sənə gələcəm, sizdəki Allahın zat məsələsinə gələcəm. Sizdən böyük ixtilaflar var qardaş. İndi gətirəcəm. İndi mən sənə bir dənə sual verirəm. Bahəddin, demirsən ki, mən qayıdıram, alimlərə qayıtmıram. Peyğəmbər sallallahu əleyhi və səlləmə qayıdıram, tabinlərə baxıram. Düzdürmü? İndi mən sənə sual verirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm bizdə səhih hədislərdə bu məsələlərin Allahın əl məsələsini, Allahın istiva məsələsini, düzdürmü? Bunları izah eləyibdi, düzdürmü? Ucalması izah eləyibdi. İstiva ucalmadır. Ucalmasını istiva izah eləyibdi. Sizdə bax indi sizin mənbələrlə izahı hardadır? İzah eləyə bilərsənmi? Əimmə əleyhissalamdan nə qədər istəyirsiniz? İstədiyiniz kitabınızı açın oxuyun. Bizdəkilər səhihdir. Qardaş, sənin qaydalarına görə səhihdir, mənə görə deyil. Mənə görə səninki səhih deyil. Hətta indi biz seçim eləməliyik də. Mən baxıram ki, sənin tövhid dediyin... Seçim sual imkan verdiyim də qardaş, mən açıram sənin səhih dediyin hədisləri, baxıram Buxaridə məsələn, ən mötəbəri tövhid babına, görürəm ki, Allah surət dəyişir, Allah qıçın açır, Allah qaçır. Bunları baxıram, qaçıram əyimmə üstünə. Görürəm ki, əyimmə kafidə bunu inkar edir, sadıqda inkar edir ki, Allah qaçmaz, Allah baldırını açmaz, Allah bunu eləmə müəzzəkdir bunlar. Sual verə bilərəm. Buyurun. Sən, yəni, indi bizdəki, misal üçün, səhih etiketi var da, insan bunu qəbul eləməsən, biz deyik ki, bu səhihdir. Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyir. Bizə görə yox. Bizə görə, qardaş, aydındır. İndi mən sizinkinə getsəm, məndəki məlumata görə heç elə o ziddiyyətlərinə getmirəm. Elə baxıram ki, yəni ümumiyyətlə üsuldan bunlar heç bir səhih deyil. Çünki bunların səhih olması üçün... yalan danışırsınız yəni. Tövbə kanalında da vermişsiniz ki, Ayətullah Behbudi 4428 hədis deyib səhihdir. 3-2-sinə deyib ki, uydurma. Yəni orasına getmirəm. Ayətullah Behbudi belə bir söz deməyib. Siz də bunu cəmaata bu cür anlatmayın. Mən orasına getmirəm, qardaş. Sizdə. Bu məlumatları verir cəmaata anlatmayın. O deyim də, qardaş. Olar deyim. Sizdə hədislərinizin səhih olması üçün birinci imamət mövzusunun, yəni sabit olması labiddir. O olmasa hardan səhihdir ki, sizin hədislər? Bildim, indi bu bizim qaydamızda qəbul eləmişsiniz, özünüz bilərsiniz. Onda sən də qəbul eləmirsən, özün bilərsən. Deməli sənin mən o cəmaata bəyan edirəm ki, qardaşlar, açın bir dənə bunların tövhidinə baxın, görün bu tövhidi kim qəbul edəcək. Hətta mən bu TikTokda, açın mənim, bir dənə icazə ver, 10 ildir mən bu TikTokda sizin tövhiddən, sizin tələbələrlə danışa bilmirəm. Kimdən danışırsan, qardaş acığı gəlir, qışqırır, bağırır. Yox, nə qışqırıb danışırıq da. Çünki kitabı açıb ortaya qoysan, budur başqa qışqırma. O bir səhətdir, budur uydurmadır. Pillə gedirik də, Bahəddin, pillə gedirik. Rica edirəm, yalvarım ki, mənə bir kitab verin ki, o kitabı oxuyanda mən təkvirə düşməyim. Deyirlər, elə kitabımız yoxdur. Qardaş, təkvir məsələsində sən danışma. Sizin kitablarda belə təkvir biz hamı özündən başqa hamı kafirdir, yəni. Bu təkvir nədir, yəni? Qardaş, nəysə, orasına get, bu ayrı mövzudur. Təkviri qatma ortaya. Deməli, mən sənə sual verirəm. Sənin bizim hədislərdən qaçmağının səbəbi nədir? Əql yatmır da, düzdürmü? Əql qəbulləmir də. İmamların sözünə görə yox, əql qəbulləmir, düzdür? Yox, imamların sözləri mənə daha dolğun, daha rahatlıq verir. Əqlivə uyğun gəlir də, düzdür? Əlbəttə ki, əqlimə də uyğunma da uyğundur. İndi gəlir həmin maqama gəlir. İndi əgər əqlivə uyğun gəlirsə, düzdür? Əqlivə uyğun gəlirsə, sənin, bax, misal bizdə hədislərin səhih olması məsələsi yoxdur. Bu necə səhihdir, biz bunu əqli olaraq, misal üçün Buxari və digərlərini əsaslandıra bilirik, aydındır? Səndə isə hədislərimizin səhih olmasını əsaslandırmaq üçün birinci əqli olaraq imamət mövzusunu əsaslandırmalısan. Həm nəqli olaraq demirəm, əqli olaraq. Hətta tamam qardaş, onu bilirik. Sən mənə tövhiddən danış. Sən mənə Allahdan danış. Siz niyə Allahı qoydunuz, tək Allahlığı qoydunuz, keçdiniz əyimmə üstünə? Yo, əlaqəlidir can. Bax, o izah edeyim, yenə fikrimi izah eləməyə çalışıram. Bax, bizim hədislərə getdik, düzdür? Mən necə Qurana getdim, düzdür? Bax, Qurana gedirəm, Quranı oxuyuram, düzdür? Quranı oxudumsa, başqa bir Qurana qaçmırıq ki, düzdürmü?
Sən başqa bir Qurana qaça bilmirsən də, bizim hədislərdən qaçırsan. Bizim hədislər də Quranın zahiri ilə zaten eynidir. Sadəcə sən bizim hədisləri yox, Quranın zahirini qəbul edə bilmirsən. Başa düşdün? Çünki eyni biz zahiri məzəbindən deyil. Zahiri küfürdür müəllim. Quranın zahiri. Qardaşım elə deyil də, bahət dinlə deyil də. Birincisi, nə siz, nə biz Quran zahiri məzəbindən deyilik. Siz də Quran zahiri olaraq götürmürsünüz. Qulaq as. Yox, əl bizim məsələsi. üstümüzə əlavə eləməyin. Qulaq as. Mənim hədislərim. Bax, yenə pillə-pillə gedir ki, aydın olsun. Bax, mənim hədislərim Quran var, düzdür? Quranda oxuyuram, Allahın əli var, düzdür? Əli var. Tamam. Allahın əli var demir də qardaş. Həmin bu əli kəlimlə yaratdığıma nə mane oldu, yəni? Bir məxalif ayəsində indi Allahın iki əli, misal üçün də və digər ayələr. İstiva məsələsi. Nə edirəm? Deyirəm ki, bu Allahın qulaq as da. Allah qardaş, mən belə öyrəşmişəm də, üzürlü say. Sən tərcümə elə də olar. Mən qardaşıma kömək elə tərcümə elə bu sözləri. Ucalması, Allahın ucalması. Allahın ucalması və s. Aydındır. Mən nə edirəm? Mən götürürəm, deyirəm ki, Allah Subhanahu taala Quranda bildirir ki, peyğəmbəri göndərib ki, bəyan eləsin də, düzdürmü? O ənzəlnə iləyəkə dikrə tübeyn nəs mən nuzilləyim. Sənə zikr edərik ki, sən insanlara izah eləsin. Gedirəm Peyğəmbər sallallahu əleyhi və səlləm. Birinci mənim tələbim nədir? Deyim ki, bu kişiyə alimlərə rəhmət olaraq göndərib, bunda izah olar. Açıram birinci. Peyğəmbər sallallahu əleyhi və səlləmin birinci nəyinə baxıram? Əgər desəm ki, yox, əqillə mən bunu inkar edirəmsə, əqillə, elə ki, ona getməməliydim. Qurandan birbaşa inkar eləməliydim. Deməliydim ki, ağlıma bu yatmır, gedim ağlıma uyğunluq axtaram. Yox, mən deyirəm ki, ola bilsin ki, mənim əqlim naqisdir. Çünki Allah Subhanahu deyir ki, leysə kəmitli şey. Gedim baxım görüm Peyğəmbər necə eləyib. Peyğəmbər sallallahu əleyhi və səlləm baxıram ki, mən dediyimin təfsilatını gətirib də, mənim Qurandan götürdüyümlə Peyğəmbərin səhih mənbələrdə düppədüz uyğun gəlir. Amma sən misal üçün peyğəmbər deyirsən ki, mən sizin hədislərdən qaçıram. Yox qardaş, sən bizim hədislərdən qaçmırsan. Sən Quranın zahirindən qaçırsan. Quranın zahirindən qaçırsan. Xeyr, biz Quranı, mən qoyuram Quranın qabağıma, sizdən fərqli olaraq nə qədər əl ayəsi keçib, hamısını bir yerə cəm edirəm. Ki, tək əl, iki əl, cəm əllər, ayələr hamısını bir yerə yığır. Onlar hamısı elə deyil. Elə sən deyirsən, sən onda ərəbini bilmirsən, ona görə. Orada tək əllər, cəm əllər, hamısı izahı var. Yəni orada ixtilaf yoxdur. Ləfz baxımından ixtilaf yoxdur. Quranda Allahın tək əli də var, cüt əli də var, cəm əli də var. Qardaş, indi o mövzu ayrıdır, amma deyil də, bahəddin. Vallahi deyil. Quranda sabitdir axı bu qardaş. Mövzu izafə. Yed də var, yedə var, əyd də var da qardaş. Əydinə. Onların hamısı bir-birinə ümumiyyətlə şey deyil. Yəni müxalif deyil. Nəysə, müxalif deyil və nədir qardaş? Müxalif deyil də. Elə ərəb dilində qaydası. Tək iki cəm ittifaqdır bu. Ayələri gətir görək, izah eləyim. Məsələn, Fətr surəsi 10-cu ayədə Allahın tək əlindən danışır. Yadullah fəvqə əydihim, düzdür? Bəli. Məsələn, şeydə Sad 75-də iki əldən danışır. İki əldən danışır, bəli. Zariyyət 47-də cəm əldən danışır. Bəli. Bunlar hamısı, yəni o cəm Zariyyət 47-dəki birinci əydi nədir orada? Əl deyil o, əl deyil. Əydin o, əl deyil. Alparslan, müdaxilə edəcəksənsə... Qardaş, sən şeyi gətirsəydin, misal üçün adı nədir, Yasin surəsinin axırını gətirsəydin, deyərdim, hə. Yasində də mənası. Mən Əylət əydin ayəsini gətirsəydin, deyərdim, hə. Amma Zariyyətdəki o əydinə sözü ümumiyyətlə əllə əlaqəsi yoxdur. Nə əlaqəsi var? O, yəni qüdrətimiz deməkdir, o başqa mövzudur. Amma həmin... Əyd, yədin cəmi deyil ki, qardaş. Qardaş, əydinə, orada şeylə, yəylə gəlir, bildin? O deyil də, aç təfsir. Bildiyimiz cəmi deyil ki. Sən mən sənə kömək eləyim də. Şey surəsində. İstəyirsən mən bir dəqiqə lüğətdən qoyum buradakı eyni kəlmə cəmidir. Bax ki, onu necə tərcümə ediblər. Yasin surəsinin məsəl üçün axırıncı səhifəsində. Bunlarda da ixtilaf var. Bu bilmir müəllim. Bunlarda da ixtilaf var. Saduq deyir o əydi başqa sözdür, Müfid deyir başqa sözdür. Saduq elə demir. Saduqun kitab Təvhidini aç, oxu. Səbirli ol qardaş, səbirli ol. Bunların arasında ümumiyyətlə ixtilaf yoxdur. Bax qardaş, yenə cəmaətdə dezinformasiya verir. Cəmaət Şeyx Saduqun açın Sad 75-də gətirdiyi bab var. Orada İmam Sadiq əleyhissalam Sad 75-in yanına gətirir Sad 17-ni, Mücadilə 22-ni və bir neçə ayələri həmçinin də Zariyyət 47-ni İmam Sadiqdən rəvayət gətirir. Oradakı əlləri qüdrət və nemət kimi izah edir cəmaata.
Hadi uydurulmuş hədisdə gətiriblər də. İndi sənə görə uydurulmuşdu da qardaş. Hadi Mənə biz görə sən mövzu da odur da can, mövzu da odur. Mövzu odur ki, mən Quranın bax iki əlimlə yaradıb düzdür. Allah istivanı götürək, istivanı götürək. Ucalmasın. Qulaq as bir dəqiqə. Bizə görə bax mövzu nə hara gedir? Bax izah eləməyə çalışıram. Mən Peyğəmbər sallallahu əleyhi və səlləmin o səhih hədislər var ha, ora gələndə mən o hədislərə gedəndə ağlımla, yəni inkar edirəm Quranı yoxsa yox? Bax sualım budur. Zahirini. Bax mən o əl məsələsidir, uluv məsələsidir, istiva məsələsidir. Yəni əl, ucalıq, ondan sonra istiva. Mən bu sözləri görəndə zahir olaraq qəbul edirsiniz ki, Allah taxtın üzərinə uzalıb oturub. O oturub deyil də, ucalıbdır. Oturub mənasında yox, ucalıbdır. Alə şərti nədir? Ayasın mənim. Alə ilə üzərinə... Alədə təmas olmalıdır, yoxsa yox? Ayasın. Yox, biz təmas demirik, qardaş. Təmas məsələsini deyil. Necə alə şərti nədir? Hərbi o sən insana müqayisə edirsən. Yox, bir dənə, Bahəddin, gələcəm ona. Vallahi buna cavab verəcəm. Saxla bunu bir dənə, cavab gələcəm. Yox, siz axı cəmaatın niyə azdırırsınız, qardaş? Yox, azdırma. Ar-Rahman alə istava. Əgər sən zahir ol götürsən, Rəhman taxtın üzərinə ucalıb oturub, qərar tutub. Ucaldı. İndi mən sənə bir dənə söz deyim, sual verirəm sənə. Mən məsəl üçün də bir şeyimlə tutaq belə deyək də insan olaraq, məxluq olaraq da tutaq bir yəni qanat götürdüm və dağın üzərinə qalxdım. Çökənmədim, istiva edirəm, eləmirəm. Alənə olmaz. O da fövq olmalıdır. Fövq yox, alə elə fövq mənasındadır qardaş. Yox, alədə təmasdır müəllim. Ay qardaş, kim deyir olsa, ümumiyyətlə hərf cərlərin ərəb dilində bilməyən problem. Hərf cərlər yoxdur, alə, misal üçün fövq məsələsi var, yoxdur. Alənə fövqdən fərqi nədir, Asım müəllim? Fövq alə üzərindədir, fövq da üzərindədir. Fövq yuxarıda demək. Təmassız on, abovdur da ingiliscə qarşılığı. Alə təması vacib eləmir. Alə təması vacib. Eləmir, yox. Qurandan məsələn misal gətirin ki, alə gəlsin. Dən deyə bilərsən, ərəb alimlərindən kim alənin təması vaciblədiyini deyibdir. Bax, alənə istivana gələndə şərti nədir? Qardaş, sən gətirməlisən, bunu sən gətirsən. Qoy bir dənə fikrimi deyim sonra. Sən öz kitabların yazır ki, taxt əşin üstündə qərar tutması demək sənə sökəndi demək deyil, qardaş. Sökəndi demək deyil, əhatə elədi demək deyil, oturdu demək deyil. Qardaş, ələnin şərti istivanla budur ki, taxtın üstündə qərar tutulub. Dörd barmaq boş yer qalmışsın, alınız buna kitablar açıb babasılar. Niyə gedib bizə cəmaatdan gizlədirsiniz? Gələcəm, ona gələcəm, Bahəddin, ona gələcəm. Üzr istəyirəm, gələcəm. Qoy bir dənə metodiya qaydaq, sonra fırlarında çarpışarıq. Bax, mən sənə sual verdim. Mən Quranı oxudum, əl və sair digər məsələləri, istiva məsələsini. Sonra getdim Peyğəmbər sallallahu əleyhi və səlləmin səhih saydığım, əqli cəhətdən metodikasını oxudum ki, səhih nədir? Aydındır? Və oradan o hədisləri götürdüm. Mən bu hədisləri, misal üçün, götürəndə, yəni Qurana müxaliflik edirəm əqlimdən yoxsa yox? Dedinsə bitir. Mən də oxuyuram Qurandan əli və baxıram ki, əlin qrammatikada mənalarına və Quranda işlətdiyi Allahın mənalara, məsələn, Maidə 64-də Allahın iki əli də açıqdır. Heç biri orada əl açıqlığından getmir söhbət, əlin açıq dayanmaqdan. Bəxş etməyindən, lütf etməyindən gedir söhbət. Və baxıram ki, Quran-ı Kərimdə Təbbət yedə Əbu Ləhəb ayəsində Əbu Ləhəbin əlləri qurusunda, hər iki əli qurusunda əlləri qurumuyubdur. Əməllərin zayi olmasıdır. Və baxıram ki, Əymə əleyhissalam da bu hədislərdə buna izah veriblər ki, bu neymətdir, bəxş etməkdir, lütf etməkdir. Həmçində açırım Rağib İsfahanini, görürəm buradakı saat 75-də əl kimi verməyib, dünyavi və uxravi neyməti kimi verib. Həmçinin açıram məsələn Mücahiddən gələn rivayətə baxıram, görürəm ki, burada Mücahidə ona getmə, öz mənbələrinizdən gətir. Bir sual verə bilərəm onlar. Yəni özümkiləri və qarşı tərəfə baxıram ki, burada daha gözəl izahlar var mənim başa düşməyim üçün, anlamağım üçün və ayələrə bir-birinə cavab. Yox, sən gəl başlasın axı, yox, səninki düz olmalı da. Sən qulaq asın, bir dənə söz soruşuram da. Əgər sən baxa bilirsən, bizim efirdə başa düşdün, mən sual vermək istəyirəm. Sən dedin axı, mən başa düşdüm. Siz başa düşdünüz, cəmaət başa düşmür, bu cəmaət anlasın da. Yaxşı, deyək. Yəni deyirəm, şəxsim əgər danışırsa, keçək WhatsApp-dan danışaq. Yox, əgər cəmaət üçün danışırsa, qardaş, qoy cəmaət anlasın. Mən şəxsi danışıram, mən sənə danışıram. Mən cəmaət... Yox, qardaş, şəxsi danışırıqsa, bu 400 nəfər, 3 nəfər adamı burada avara vermək. Keçək WhatsApp-da danışaq. Bilirlər, başa düşürlər də.
Siz Olar mı? tələbəsiz, cəmaət tələbə deyilin, müəllim. Özünüzlə cəmaatı bir tutmayın. Sual verə bilərəm əzizim olar. Buyurun, əlbəttə ki. Bax, sənin qulaq as, əgər sən bunları belə başa düşəcəksən də, indi mən bir dənə sənə sual verirəm. Əgər bunlar doğrudan da belə başa düşülürsə də, yəni əimmə, sən dediyin əimmədə onların bu mövzuda izah verməsinə nə ehtiyac var ki bəs? Çünki anlaşılmır axı. Zahirdə hərimiz bir Deməli, məna çıxartırıq. Mütəşabihdir. Deməli ağılla qəbul edə bilmirsən, gedirsən ora, düzdürmü? Ağılla qəbul et. Mən həqiqətini bilmirəm, baxıram əyimmə bizə nə deyir. Deməli, əla, bax bura getmək istəyirəm. Mən də həqiqətini bilmədim, getdim Peyğəmbər sallallahu əleyhi və səlləmə. Düzdürmü? Ehtimal var da. Bir ehtimal var ki, zahirdir, bir ehtimal var ki, başqa mənadır. Gedirəm Peyğəmbər sallallahu əleyhi və səlləmə baxıram. Sən də baxırsan ki, hə, yəni şeydir, qarşılıq var, mütəşəbbihlik var. Gedirsən əyimməyə müraciət edirsən. Düzdürmü? Məsələmiz budur. İndi qulaq as. Mənim, yəni və sənin də elənçi. Mənim iki ehtimaldan birini götürməyim Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərindən götürməyim mənim Quranı inkar eləməyim deyil, əqlimin də inkar eləməyim deyil. Peyğəmbər sallallahu əleyhi və səlləmi qəbul eləyəcəmsə, nəyinə görə? Deyirəm ki, o iman məsələsidir. Peyğəmbər bunu bilir, düzdürmü? Sən də isə siz Peyğəmbərin adını istifadə edirsiniz. Allahın salamı və salatı olsun onun və ailəsinin üzərinə. Sən Peyğəmbərdən direkt eşitmirsən ki, mübarək dudaqlarını. Ay, sağ ol. Sən də gəlirsən istinad, gəlib satırsan Peyğəmbərə. Bəli. Mövzumuz da bax, məhz Siz də istinad deyib çatıyorsunuz. Bizdə ona yox, Ayşe, Mücahid, bu Alparslanı qaldırmırsan ki, fikir yayındırsın. Alparslan bir dənə gözlə də. Ümid, siz də müdaxilə edin, qardaş qıraqda. Siz də müdaxilə edin. Sən elə mən dediyim mövzuya gəlsən. Deməli, məsələ nədir? Məsələ ya sənin mənbələrinin, yəni səhih olmasıdır, ya mənim mənbələrimin səhih olmasıdır, düzdürmü? Yəni əgər bax qulaq as, əgər bir dənə sual verirəm, əgər təsəvvür eləsək, sən öz mənbələrinə getsəydin, elə Peyğəmbər sallallahu əleyhi və səlləm bizdə dediklərini desəydi qəbul etməyəcəydin? Əgər ki, bir Peyğəmbər sallallahu aleyhi ve sellemin dedikləri əyimmə əleyhissalamla bu cür mənə gəlib yetişsəydi və iki tərəf də bunu gətirsəydi, mən deyəcəkdim artıq bu İslam budur da, olanı budur. Sol. Deməli, məsələ nədir? Amma mən baxıram ki, görəm ki, qardaş, mənim dediklərim həm Quran, həm Əhl-i əleyhissalamın kəlamlarında, həm də qarşı tərəfin kitablarında dəstək. Qardaş, imkan vermirsən danışmağa. Yaxşı, mən çıxım tək danış. Dinən. Mən neçə dəqiqə dinləyirəm də sizə, təkrar edirəm. Mən Allahın kitabında kəlməni götürürəm, neçə yerdə keçib, necə keçib, lüğətinə, islahına baxıram və Əyimmə əleyhissalamın bu haqda açıqlamalarına baxıram və qarşı tərəfdən də görürəm ki, bunu dəstəkləyən rəvayətlər mövcuddur. Artıq mənim üçün burada sabit olur haqqın bu olması. Amma sizdə isə, qardaş, götürürsünüz Peyğəmbərə nisbət verdiyiniz hədislərdə düşürsünüz ixtilafa. Bəzi alimlərimiz deyir ki, Allahın kəli sağdadır, bəziləri deyir biri sağda, biri solda. Bu da mənə görə Allahın zatında şirkdir, küfürdür, Rəbbə qarşı olan bu layiq olmayan sifətlərdir. Yəni orasına gələcək də qardaş, orasına gələcək. Küfür, şirk məsələsini axırda gətirəcək. Mən yəni sən bayaq dedin ki, mütəşəbbih olduğuna görə imamlara qayıtdım da. Əgər aydın olsaydı imamlara qayıtmağa ehtiyac yox idi da. Başa düşürsən zaten də. İndi və sənə xoşuna gəlmir o mühtəzilin nəysə də bu üsul odur ki, zaten əql nəqldən öndədir. Aydındır? Sən prosta burada deyirsən ki, mən qayıdıram bura. Aydın, mənim sözümün canı odur ki, ya biz mən əqli nəqli üstündə qurmuşam müəllim. Mən qulaq as, əgər bir ayədə, qulaq as, mən sizə bir dənə sual verirəm də, səmimi. Əgər ayədə Allahın iki əli ayəsi var ha, bu məna nas mənadır, yoxsa zahir mənadır? Azərbaycanca deyin. Nas deyim də, nas Azərbaycan sözü, nas bilirsən nədir? Nas heç bir ehtiva eləməyən, ancaq bir tilkə əşratun kəmilə. Ərəbində Allah Subhanahu Quranda deyir ki, bunlar 10 tamam gündür. Bu nasdır. Yəni nas nə deməkdir? Başqa bir ehtimal yoxdur. 10 gün 10 gündür, düzdürmü? Amma burada sən bu ayəni oxuyanda Allah deyir ki, iki əlimlə yaratdığıma nə mane oldu? Bu ayəni oxudun. Bu ayəni bircə dənə mənası var, o da nemətdir, yoxsa burada iki dənə möhtəməl məna var. Biri əldir, o birisi nemətdir. Bəli. İki dənə məna, zahirdə, düzdürmü qardaş? Bəli.
Düzdürmü? Əgər zahirdirsə, deməli tərcih üçün nə etməliyik? Tərcih üçün bir meyara müraciət etməliyik də. Tərcih üçün meyar da. Mən deyirəm ki, mən baxıram Peyğəmbər sallallahu əleyhi və səlləm görürsən bu barədə nə deyibdi. Əgər metodika olaraq bilirəm ki, bu Peyğəmbər sallallahu əleyhi və səlləm doğrudan bu hədislər gedib çatıblarsa, deyirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyibdi və bu bir mənanı dəstəkləyir. Hə, tərcihi qoyuram qırağa, dəstəkləyir. Sən də deyirsən ki, yox, ikinci məna var, düzdür? Zahirdə iki mənası var, möhtəməldir. Mən də gedirəm əimmənin sözünə və əimmə bu ikinci mənanı dəstəkləyir. Düzdürmü? Məsələ budur da qardaş. Əgər nasıl olsaydı biz burada müqayisə eləməzdik axı. Məsələ qayıdır nəyə? Onu mən bir saat öncədən dedim, qardaş. Əgər açıq olsaydı məhsəblər olmazdı. Bəli. Ayşol, deməli əsas ixtilafımız nədədir? Ya sənin müraciət elədiyin mənbələr onlar, yəni doğrudan da haqdır, ya mənim müraciət elədiyim mənbələr doğrudan da haqdır, düzdürmü? Evet. Və bu zaman mən sənin müraciət mənbələri və hələ o Allah barəsində xəbərlər yoxdur, orasına girmirəm ha, yəni hansı təvil eləyəndə o ikinci məna deyirsən, oradakı problemlərə girmirəm. İstiva sözünün misal üçün mənası nədir? Orada onun yerinə olan istiulə sözü nədir və s. bunlara girmirəm hələ. Aydındır? Misal üçün Allahın məkandan tutaq tənzih edirsiniz və sizdəki məsələ nədir? Mən oralara girmirəm. Orada da yəni biz təfsilatını mübahisə edə bilərik. Amma mən nəyə gətirmək istəyirəm? Üsuluna gətirmək istəyirəm. Birinci metod məndə deyirəm ki, bu Peyğəmbər sallallahu əleyhi və səlləmdəndir. İkinci metod səndə isə Peyğəmbər sallallahu əleyhi və səlləmdən bu barədə sizdə xəbərlər yoxdur və ümumiyyətlə 600 dənə hədis var, ondan da bir də səhih deyil. Aydındır? Sizdə bütün bu xəbərlər səhih deyil də qardaş. Sizdəki sizə görə. Ad və sifət səhih ilə də cəmaatın başına açmışsınız. Peyğəmbər sallallahu əleyhi və səlləmdən ad və sifət barəsində bircə dənə hədis bilirsən? Ad və sifət məsələsinə. Hə, nədir misal üçün? Təqdim edirəm, bitir. Mən bilirəm, siz mən deyim. Yox, lazımdır. Saxla. Müdaxilə də sən də qardaş. Mən nəyə gətirirəm? Mən ona gətirirəm ki, əgər tutaq, mən birinci baxıram ki, indi gəl tərcih eləyək də. İki dərimizdə metodika var. Zaten bu məsələlər, əgər açıq aydın olsaydı burada ixtilafımız olmaz zaten, düzdürmü? Zahirdir, nas deyil. İkinci məsələ, burada əql məsələsini mən şəriətə təhkim eləmirəm. Mən əqlimi şəriətə təhkim edirəm, deyirəm ki, keyfiyyəti Allaha tapşırıram, aydındır? Yox, əgər əqlimi şəriətə təhkim eləyəcəkdimsə, şəriəti əqlimə, yəni əqlimi şəriətə qoy Azərbaycan deyim, hakim eləyəcəkdimsə, ağlım, məntiqim şəriətə hakim olacaqdısa, qardaş, ağlım şəriətə hakim olacaqdısa, onda qardaş mənim heç bu imamlara və digər izahlara ehtiyacım yoxdur. Leşad Miri kimi deyərdim ki, elə qardaş, ağlım nəyə götürür? Mən izah edirəm, nəyə ehtiyacım var kiməsə? Elə Quranda var da. Siz ümumi danışdınız belə sözlər, nəticə heç nə hasil eləməzdir. Bir şey hasil ortaya qoyun ki, cəmaat ya qəbul etsin, ya da inkar etsin sizi. Bahəddin, çox güclü nöqtə gətirəm mən, əsas məsələyə gətirəm. Məsələyə gətirəm ki, birincisi, mən Peyğəmbər sallallahu əleyhi və səlləm, mən də tərcih edirəm də. Deyirəm ki, bu birinci mənbə indi səhihlinə getmir, bu Peyğəmbərdəndir. İkinci mənbə isə Peyğəmbərdən deyil, amma ona məsumluğuna iddia olunan imamlardandır, düzdürmü? Deməli, bu iki mənbəyə baxıram. Əgər bunlardan birincisi və ya ikincisi, əslində, usulunda, belə bildiyin, əsasında, bünövrəsində, yəni məntiqli deyilsə, əql yoxdursa orada, mən necə deyə bilərəm ki, doğrudan da bu Cəfər bu sözü deyibdi və misal üçün İmam Rıza bu sözü deyibdi, misal üçün Həsən radiyallahu anh bu sözü deyibdi və digərləri. Bu sualı cavab verə bilərsən? Həsən əleyhissalam, Buxari əleyhissalam yazıb. Həsənə. Mümkünsə yəni Cəfər olsun. Mən sizin mənbələrdəkini deyirəm, qardaş. Bizdə də əleyhissalamdır, qardaş. Olsun, əleyhissalam olsun. Olsun, bağışda əleyhissalam. Biz də eyni şeyi indi sizə olaraq iddia gətiririk ki, sizin səhih dediyiniz mənbələr, kitablar heç bir ortada yoxdur. Kitablara nisbət verilən hədislər yenə gedir, çıxır neçə ravilərlə Peyğəmbərə. Biz də bunlara etibar eləmirik. Amma Peyğəmbərin elmi daşıyıcısı olaraq Əhl-i əleyhissalamdan götürürük və yenə təkrar edirəm, yenə də təkrar edəcəm və qarşı tərəfdən də baxırıq ki, bizim Əyyimə əleyhissalamın dediyi sözlərə uyğun olaraq sahabədən, tabeyindən gələn rəvayətlər var.
Bunlar cəm edib bir yerdə deyir ki, bu haqdır. Yox qardaş, mən o sualım o deyildi. Mən sualım o deyildi. Yox, sən sualı mən sənə istədiyim kimi cavab verə bilmirəm də. Öz bildiyimi, öz anladığımı cavab verirəm. Sən uzun-uzadı danışırsan, mən sualım oydu da. Mən deyirəm ki, bir əlimizdə sahabələr, biz sizin kitablara etibar eləmirik qardaş. Siz bizim kitablara qısa deyim də qardaş. Siz bizim kitablara etibar eləmirsiniz, biz də sizin kitablara etibar eləmirik. Tamam, onda bir-birimizi necə qınayırıq? Heç nə, biz sizi qınayırıq, bizim tövhidimizə zidd olan, siz də bizi qınayırsınız da zaten. Onda bəs niyə absurd adlandırıq bir-birimizi? Çünki ikimiz də birimizə görə absurd oldu da qardaş. Haqq Hayır, ikimiz onda bir bəs yerdə bayaqdan olmuyor. bir tərəfli danışmaq lazım deyil. Mən bir tərəfli danışmıram ki, qardaş, sən mənə sorsan bilsən, mən daim əhl-i sünnətin kitablarında bizimkilər nəsə də səhv nisbət verəndə qarşısını alıram. Deyirəm, bu onların etiqadıdır, bu onların dəlilidir. Biz buna etimad eləmirik. Bayaqdan yəni ay cəmaət bilin, bunlar budlar zat və s. bu söhbətlər var. Sizin etiqadınız bu da qardaş, mən açıq kitablarınızı oxuyuram. Bax, qulaq as əzizim. Qəbul eləmir də cəmaatınız qardaş. Siz bilməm, yeganə əqidə sizi görmüşəm ki, sizin əqidə özünə sələfə nisbət verənləri görmüşəm ki, qardaş, bunlar tövhid kitablarını oxuyanda... Mən vecimə deyil, bizim cəmaat nəyə qəbul eləmir? Biz səndən danışıq da cəmaat... Mən də danışım da, qardaş, tək axı sən yerizində tək sən deyilsən. Elmi bir cavab verir, elmi cavab verir, sizin cəmaat... Adətdir də, bunlarda söz kəsmək adətdir. Nəsə, yekunlaşdıraq, mövzuya qayıt, biraz qaldırın. Yekunlaşdıraq, çünki adam manipulyasiya eləmək istəyir, imkan vermir ki, bir kəlməni danışaq. Mən sizin yanımızda gəlib belə danışan mənimə, qardaş, imkan verməzsiniz. Biz isə bu qədər şərait yaradırıq. Mən səninlə mübahisə eləmək istəmirəm, sən məni qaldırdın, sən qalxdın ki, mənimlə mübahisə eləyəsən də. Mən mübahisə üçün qalxmadım, qalxdım sənin yanlış tanıtdığın Peyğəmbəri düzəliş eləməyə. Axırda nə oldu? Bəs mənim yanlış tanıtdığım Peyğəmbərimi müdafiə edirəm. Sən Peyğəmbərimiz sənin ona attığın iftiralardan müdafiə edirəm. Qulaq as. İndi onu deyirəm də. Mən sənə bir dənə konkret sual verəcəm. Bax, həmin ki mövzudan. Mənim Buxariyim, aydındır, özdə əzbərlə sabit olubdur ya. Mənim Buxarimlə Peyğəmbər sallallahu əleyhi və səlləm arasında əzbərlə nə sabit olub ki, müəllim? Bu yenə dediniz bıraxdınız. Sənədlərlə də qarşı Buxarinin əzbəri sənəddə, Quran necə əzbəri sənədlərləndir? 25 kim deyib sizə ki, bu əzbərlə sabit olub ki? Elədir qardaş. Allahın qardaş, istəyirsiniz mən sabahlasın Buxarinin nəqlini də oxuyum, Müslümün nəqlini də oxuyum. Hə, gətirərsən. Mən bir dənə sual bizim buna aid təsdiqlərimiz var ya qardaş. Tamam. Buxarilə məsələn, Buxarda qızıl şeylər var da, sənədlər var. Hansı ki... Hətta sizə bir dənə də deyim ki, Buxari dediyimiz şəxs... Bir dənə icazə, çox üzr istəyirəm səndən, böyüksən məndən işte, çox üzr istəyirəm. Yadıma düşdü deyim. Hətta sizin Buxari dediyimiz şəxs bilə Allahın sifətini təvil edib. Amma ona da etimad verir. O mövzuya gələrək də qardaş, mən hədis məsələsində... Elmi deyirəm də qardaş da, Allahın üzünə Allahın yüküdür. Sualım budur, sualımı qoy dənədiyim dəqiq. Buxaridən Peyğəmbər sallallahu əleyhi və səlləmə qədər tamam, o sən dediyinə qayıda bilər ki, mənim iddiam nədir? Mən deyirəm ki, Buxarinin hədisləri, məsələn, Fəryabidən, ondan sonra digərlərindən gəlibdir və zəncirini biz bilirik. Buxarinin, misal üçün, əzbərləyən qardaşlar var, mən tanıyıram, Azərbaycanlı qardaşlar tanıyıram. O zəncirlə birbaşa sənədini oxuya bilirlər. Aydındır. Deməli, Buxaridən Peyğəmbər sallallahu əleyhi və səlləmə qədər ən qısa sənədimiz 6 nəfərdir. Yəni 6 nəfərdə, misal üçün 3-ünü deyə bilərəm, misal üçün bəzi hədislərdə 3 nəfər də var, 4 nəfər də var. 4. Məlikdə misal üçün 4-dür. Misal üçün Buxarıda 6. Buxarının özündə. Hə. Nəysə, indi 6 mən götürüm. 6 hələ uzun tərəfindən gedək. Yəni yanlış məlumat verirsən. Kuleyni, qardaş, o mövzu deyil, mövzuya yayınma. Kuleynidən Cəfərə qədər, aydındır? Cəfərə qədər isə sənəd hardasa 7-8 nəfərdir. Aydındır? Və o 7-8 nəfərdən heç biri məsum deyil. Mənim indi sualım nədədir? Sizdəkilər məsumdur ya? Hə, bizdəki məsum deyil. Zaten biz məsumluğu şərt qoymamışıq da, aydındır. Mənim sualım ondadır. Əgər Buxaridən Peyğəmbər sallallahu əleyhi və səlləmə qədər bir zəncir var və elə mənbənin özünə gedib çıxıram. Burada isə yəni məsum olmayan, məsumluq iddiası ortaya atılır və məsum olmayan 7-8 nəfər var və Kuleyn onlardan rəvayət edir. Aydındır? Bu daha möhkəmdir. Kuleyni imama yetişdirdiyi zəncir daha möhkəmdir. Nəinki Buxarinin Peyğəmbərə yetişdirdiyi zəncir. Yox, sən birində imamdan yuxarıdan aşağı gəlməmişsən. Mən də sənə eyni qayda deyirəm. İmama çatan zəncir daha qısadır, daha sağlamdır. Nəinki Peyğəmbərə yetişən.
Peyğəmbər sallallahu əleyhi və səlləm yetişdirdiyi zəncir Buxarıya qədər daha güclüdür. Nəinki Cəfər yetişdirdiyi zəncir, yəni Küleynəyə qədər. Çünki məndə baş Peyğəmbər sallallahu əleyhi və səlləm, səndə baş Peyğəmbər sallallahu əleyhi və səlləm deyil. Peyğəmbərlə Buxarının arasında fasiləsi daha çoxdur. İmamla Küleynin arası məsafəsi daha yaxındır. Xat Cəfərlə danışıram, Cəfərlə danışıram mən. Hətta İmam Cəfər Sadiqlə İmam Cəfərlə danışıram, İmam Cəfər Sadiqlə Yaqub Küleynin arası məsafəsi daha yaxındır. Aha. Nəinki Peyğəmbərlə Buxarının arası? Sən deyirsən ki, yəni Cəfərdən Küleynəyə qədər olan zəncir Peyğəmbər sallallahu əleyhi və səlləmdən Buxarıya qədər olan zəncirdən daha güclüdür, düzdürmü? Əlbəttə ki. Yəni deməli Peyğəmbər Cəfərin şeyləri, başlayaq birinci mərtəbədən. Cəfərin tələbələri Peyğəmbər sallallahu əleyhi və səlləm tələbələrdən daha xeyirlidir, düzdürmü? Bunun nə dəxli var ki mövzuya? Dəxli böyük də birinci zəncir, sonra 2 gecə, 3 gecə, 6 nəfər hamısı da gedəcək də. Yox, keçək, bunun dəxlisi nədir ki? Dəxli böyükdür. Ha qardaş, dəxlini başa düşmədin hələ. Bunun dəxlisi nədir ki? Biz zəncirdən danışırıq ki. Dəxlini başa düşmədin sən. Yəni ki, sən bilirsən nə deyirsən? Deyirsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəqiqə cəmaət başa düşür ki, bu gətirdiniz. Peyğəmbər sahabəsi İmam sahabəsindən daha xeyirdir. Bu mövzunun aidiyyəti var? Yox, təkcə Peyğəmbər sahabəsi yox. Peyğəmbər sahabəsi, tabiinlər, ətbə tabiinlər, onu izləyənlər, yəni indi orada 2 dənə cəmi adam qalır. Hədə Buxarıya qədər neçəli fasilə var qardaş? 6. Bayaq dedim ki 4. Neçəli fasilə var? Qardaş 200 il. 200 il. İmamla bəs Küleynin arasında nə qədər fərq var? Təqribən eyni qədər. Cəfər arasında. Eyni deyil axı qardaş. Niyə? Eyni, aç bax. Ən azı arada bir 50 il fərq var. Küleyn ilə İmam Cəfər arasında 50 il var. Kim qardaş da kim Google-a vurub baxa bilər? Yox. Ravi silsiləsində deyirəm. Küleyni Buxarı ilə müasirdir də, düz deyil, yox. Aha. Qardaş, Buxarıdan Peyğəmbərə özün demədin ki, 4 dənə ravi var. 4 dənə gətirir də, bu da onun sağlam olmadığını deyir. 4 nəfərin orada yetişmək olar. Qardaş, sən bilsən nə deyirsən? Mən deyirəm ki, misal üçün Buxarıda mən araşdırmışam. Orta hesabla Buxarıdan Peyğəmbər sallallahu əleyhi və səlləmə 6 dənə ravidir. Və bu 6 dənə ravilərdən birinci nəsil, birinci təbəqə səhabələrdir. Allah onlardan razı olsun. Aydın, ikincisi onların tabiinlərdir. Ondan sonra ətbə tabiinlərdir. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm özü də bildirirkən xeyirlər bunlar olacaq. Aydın. Səndə isə Cəfərdən Küleyniyə qədər təqribən eyni qədər adam olsun, aydındır. Və bunların heç biri, yəni bu nəsillər kimi xeyirli nəsil deyil. Sən deyirsən də bunu qardaş, sən iddiandır bu. Onda deməli məsələmiz bilsən nəyə gəlir? Sən iddiandır. Yəni bir adam Peyğəmbəri görübsə, bir adam imamı görübsə, bunların arasında dərəcə fərqi yaranır? Əlbəttə qanun. Kim qoyub bu qaydanı ki? Əlbəttə, çünki səndə, deyim də sənə bir dənə sual vereyim. Kim qoyub da bunu məsələn? Kim qoyub bunu? Siz qoymusunuz, özünüz qoymusunuz. Deyim, məsələn, Muaviyyənin Zürarədə üstünlüyü nədədir? 2-3 dənə hədis, Muaviyyəni çıxır, Muaviyyə 2 dənə hədis var. Əmr ibn Asın üstünlüyü nədədir ki? Amr ibn Asın, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sahabəsi. Qulaq, gələcək ona bir dənə sual verim sənə. Yox, bu cəmaatın niyə bu cürlə? Sual verə bilərəm sənə. Qardaş, bir yana 10 dənə sual vermirsən, mən də hamısına bir dənə cavab verirəm. İmamlar Peyğəmbər sallallahu əleyhi və səlləmin dediyini deyirlər, yoxsa başqa şey deyirlər? Peyğəmbər sallallahu aleyhi və aleyhin dediyini deyirlər. Olduğu kimi çatdırır. Bir dənə sizə sual verirəm. Cəfərdən, əgər ikisi də bu Cəfər də Peyğəmbər sallallahu əleyhi və səlləm dediyini deyir, Peyğəmbər də öz dediyini deyir də, düz Allahın vəhyini deyir də, düzdürmü? Mən nəyə görə mənim misal üçün Peyğəmbər sallallahu əleyhi və səlləm zəncirinə baxanda mən görürəm ki, ən azı birinci təbəqə barəsində Quranda ayələr var. Aydındır. Səndəki nə var? Cəfərin tələbələri barəsində Quranda ayə var. Nədir? Deyib ki, bunlar göydən düşmə mələklərdir. Qınayan ayələr var, tərifləyən ayələr var. Sahabələri qınayan ayələr var. Ha, görsən ora getdi qardaş. Bax görsən. Sənə görə. Peyğəmbər sallallahu əleyhi və səlləm ayələri Asım müəllim. Cəfərin sözündən aşağıdır. Bax bunu dinlə. Sahabələri qınayan ayələri çıxartmısınız Qurandan? Qardaş, bir dənə sizə söz deyim. Peyğəmbər Cəfərin tələbələri məsum idi? Əlbəttə ki, yox. Hətta qov mövzudan niyə qaçır ki bu danışlar? Bilmirəm qardaş, istəyir ki, getsin başqa mövzuya. Hansı mövzudan qaçdın? Qardaş, sən hansı mövzudan qaçdın mən?
Yoxsa sən bu mövzu nədir gəlib girmisən? Ay Aslan. Mövzu çox mühüm mövzudur. Sən qınıyırsan, deyirsən ki, bunlar. Deyirəm, əgər sən Buxarinin və Kulinin nəql yollarını danışmaq istəyirsənsə, sabah bir dənə yayın Mən sənə nə deyirəm? Mən sənə deyirəm ki, yayın eləyək, bir dənə mənim deyən mən də danışıram. Mövzu deyil. Sən mövzunu başa düşmədinsən, yəni sən yenə Sən vurğulayırsan. deyirsən, mənə yerim səni, ona görə dayanmadan danışırsan. Qardaş, mən yarazam, bilmirəm sən haralısan. Mən sənə Bir dənə də bir danışar, ümid sənin yerindəndir. Bir dənə də qardaş. Əgər sən Buxarina Müslümün və yaxud ki, Koleyninə Saduqun nəql yollarını gətirib danışmaq istəyirsənsə... O deyil, mövzu deyil, əzizim, başa düşməmsən onda sən. Mövzuya da başa düşürsən, başa düşməməkdə. Dərdin nədir, onu de bizə. Mövzu odur ki, deyirsən ki, bayaqdan qınadığın sələf əqidəsi var. Mən deyirəm ki, mənim sələf əqidəm Quranın zahirindən bir ehtimala, hələ o tərcihini eləmirəm, hala sənə verdim o ikinci ehtimalı. Bir ehtimala Peyğəmbər sallallahu aleyhi ve səlləmin sözündən və bu zəncirin, yəni məntiqliyi ilə gedib çıxıram Peyğəmbər sallallahu aleyhi ve sellem izahına. Bu sizin bir iddianızdır. Biz də bunu qəbul edirik. Deyirik ki, Peyğəmbər adına iftiradır, Peyğəmbər adına uydurmuş sözlərdir. Mən də sənə eyni qaydada deyirəm ki, sən də mənə həmin iradı gətirirsən ki, bu İmam Sadiqin, İmam Cəfər, Musa Kazımın, Əli bin Sonra onun nəqlinə də baxdıqda sən iki dənə gətirib Peyğəmbər sallallahu əleyhi və səlləmdən Əslin dərdimiz əgər İmam Cəfər Sadiqin məsumluğudursa o mövzudur. Ay sağ ol. Deməli sən bayaqdan gətirdiyin Cəfər Sadiq belə dedi. Bunun məsumluğunu isbat eləməyincə sənin danışdığın bilirsən nədir? Mən sənin məsumluğu necə isbat edim ki, siz Peyğəmbəri məsum götürmürsünüz. İmamı məsum götürəcəksiniz. Mənə garanti ver ki, Kuleyni bu məsələləri misal üçün də uydurmuyubdur. Əgər elə qalsa müəllim, elə qalsa bizim əlimizdə A-dan Z-yə heç nə sabit yoxdur. Yox, var da ikisini tərcih eləyək. Heç nə sabit yoxdur. Mən Asım mənim dinlə də bir dəqiqə. Hətta qardaşsa dəlil versin ki, Əbu Hüreyrə uydurmuyub bu hədisi. Qurandan çıxsaq hədisə, nə Quranın sənədini sabit edə bilməzsən, nə hədisləri sabit edəməzsən. Yox, qardaş, nə danışırsan sən? Küfrə düşürəm ya, Quranın sənədini sabit eləməzsən. Mən sizə deyirəm, də gəlin istəyirsiniz qoyaq onu ortaya. Görə Quranı rəvayət edən şiə rafizlərdən necə götürmüsünüz? Hədislərdən necə götürmüsünüz? Quranın 7 rəvayəti yoxdur, 7 rəvayəti. Hamısını, yəni 7 qiraətinin rəvayətlərindən hamısını qaytarmışam Peyğəmbər sallallahu əleyhi və səlləm. Şəmsdən danışıram, o yogi var, ondan danışıram, orada gətirmişəm onu. Bir gətirmişəm. O savadsız adam da bilmir. İstəsən bir gün yayın eləyək. İstəsən bir gün yayın eləyək 7 qiraət, 10 qiraət, ümumidə 26 qiraət üzərində danışaq. Aha. 7 qiraət eləyək, tamam, elhamdülillah. İstəsən bir gün onu da danışaq. Nəysə, qardaş, sən nəysə mövzunu başlayaq. Üzr istəyirəm, bir dənə söz deyim, sonra şeylə, bəli. Hə, biləm, Alparslan bağışla. Mənim əminliyim bilsən nə zamanlarda, Asim mənim, ya səni, ya mənim. Peyğəmbərin və imamın yanında durardıq, mübarək dodağından eşitərdik. Aha. Bu onlarda əminlik. Sual verirəm də. Onda sualım odur ki, sən öz bildiyində şübhə edirsənsə, məndəkini də şübhəli sayırsansa, necə çıxıb təni edirsən bu bir tərəfə? Biz nə edə bilərik? Ancaq nə edə bilərik? Biz ehtimal üzərindən deyə bilərik ki, bu Peyğəmbər bunu deyibdir, imam bunu deyibdir. Tərcih edə bilərik də, Bahəddin, tərcih eləməliyik də, düzdür? Yox, qardaş, sən imkan vermirsən, qardaş, danışmaq. Bu nə xasiyyətdir, qardaş, mən yoruldum. Bu ehtimal söhbətləri tərcih deyirlər də. Qardaş, ay Mücahid, gecdir, sağollaşaq, sabahlar, Basım mənim çağır, vaxt ver, vaxtla danışaq. Yaxşı, davay, sağ ol. Adam imkan qoymur, qardaş, hər kəlməyə müdafiə edirsən. Qardaş, mən tərcih deyirəm də, onun adı tərcihdir də. Bir əlində... Bildim, qoy, mən bitireyim, ay müəllim, mən sizi necə dinləyirəm. Siz bu qədər ilim almışsınız, bu yaşınıza çatmışsınız, siz elə təmkin, dinləmək öyrənmədim. Sən mən tanımırdın, niyə qalxdın bura? Mən sizi tanıyıram, sizdən tələb edirəm ki, bu cürlə riayət edin də bir ədəbi. Mən beləyim də, mən neyim o bu mövzularda beləyim. Sən məndən... Yaxşı, mən siz də danışın, mən də danışın. İkimiz də tez saat 11-də yatmaq istəyirəm. Tez danış, sən danış, mən danış. Sən danış, mən danış. Tərcih elə, qardaş, tərcih elə. Daha sustum, tərcih elə. Sən danış. Qardaş fikrini desin, sonra Alparslan desin. Mənim sualım odur ki... Sonra yekun açdaq, yoxsa bu adam yerə... Bir dənə gözlə, ay qardaş, ay dədə, bir dənə gözlə də bu adam yer azdısa, bu dayanası deyil. Mən deyir, Bahətdir. Mən sizə dedim, ax qardaş, bayağı inanmırdınız da, bayaqdan deyirdim ax sizə. Mücahid, sən buna deməmsən, Mücahid. Mücahid yatıb orada.
Bildimi abi, Mücahit bizə nə deməli ki, bu Axı adam mən Gerazdan sisteminə girmirəm bu palajen. Yəni Zarafat olun qardaşlar. Yaxşı haqqınızı alayım. qoy Bağışlayın bəs yəni. Bahəttin danışsın qardaş. halal Səbir ol. xoşun qarşı ləzzət eləyir. Valla danışığımız çox ləzzət eləyir. Qulaq asıram mən. Əla Allah. Allah ömür versin. Ya cəmaət, yəni dinləyicilər haqqınıza halal Əxlaqlı, deyirsiniz. gözəl Gecə və vaxtı, ləzzətli söhbət edirsiniz. gecə vaxtı sizi də məcburladık bizi qulaq Bahəddin asmağa. əzizim, Bahəd mən sözümü Yenə canı qoymur. bilsən. Ha, bir sağollaşmağa da imkan vermirsən. Mən sağollaşmaqdan qoyma, çıxmamışdan qabaq bir söz deyim, ondan sonra da qardaş. Sonra incimə məndən. Mənim sözümün canı bilsən nə idi? Birincisi, yəni bu mövzu yoxdur. Mövzulardan bax görsən hara gətirib çıxarır. Sadəcə vallahi mənim planım yox idi. Mən sadəcə o hədisi inkar eləmək istəyən adama cavab vermək istirdim. And Neyse, olsun aləmlər Rəbbinə mənim də planım yox idi. Hə, mövzumuz nə idi? Hələ Mövzumuz o qardaşlar, sizinkilər və bizimkilər bilir ki, mən gecələr ümumiyyətlə yayına qoşulan deyiləm. Yatıram çünki səhər tezdən işə gedirəm. Vallahi mənim də işim. Söhbət gözəl alındı. Hə, ona görə uzandı. Söhbət maraqlı oldu. Bax cəmaət da ləzzət. Mənim sözümün bir dənə xülasəsini Yəni gətirmək qardaş, istəyirəm. bu da bir dənə mən bunu deyim. Qardaşlar, seçimdir, cəmaət, Azərbaycan xalqı, həm yerlərimiz, bizim dilimizi başa düşənlər. Bu seçimdir, əqidə seçimidir. Əqidə də azaddır, etiqad azaddır, inanc azaddır. Bizim inancımız budur, təqdim edirik və qarşı tərəfində inancın kitablarını açıb oxuyuruq. Bu neçə illərdir təqdim edirik. Kim hansı əqidən istəyir onu seçsin. Heç bir kimə məcburiyyət yoxdur. Tamam, yəni elə məsələ odur da qardaş. Yəni bir dənə məsələ odur ki, yəni biz əgər Əhlüsünnə vəl Cəma olaraq düzü tərcih eləyə bilərik, dirənə bilərik və s. Axır. Yəni Əhlüsünnə vəl Cəma olaraq bizim, yəni dediklərimiz sözlər, yəni havada deyil. Bizim də dəlillərimiz var. Hamının dəlili var da, ay müəllim. Aydındır? Hamının dəlili var. Bizim bir dənə dodaqaşda deyim, icazə varsa amma kəsmədən. Bizim şeyx deyir ki, məsciddə oturmuşduq, dedilər ki, bir dənə Krişnaist məsciddə qoyub bütü ibadət edir. Çağırdıq bunu ki, ay adam, sən bu məsciddə nə işin var? Allahın evində Krişna bütünü qoymuşsan bura. Adam dedi ki, sizin o alicənab, o uzaq şəxsiyyət, o nə bilim nümunəvi olan təbəi tərifi peyğəmbərimizə gətirdiyi kitabda belə bir ayə var. Lakum dinikum veliyedin. Sizin dininiz sizə, mənim dinim mənə. Deyirlər, bəli. Siz orada ibadətinizi eləyin, mən də burada öz ibadətimi eləyirəm də. Mən sənə bu ümumiyyətlə Deyir ona deyir ki, bəs o surənin yuxarısı var ha. Qul ya eyyuhel kafirdir ki, kafirlər. Orasını oxumamısan, mən sizin ibadət elədiyinizə ibadət etmərəm, sən bizim ibadət etdiyimizə ibadət etmərsən. Get ikisini çöldə harada qoysun, qoy Krishna, sən bizim məsciddə nə işin var? Yəni dəlilə qalanda müşrikin də dəlili var. Murciyanda, Cəhmiyəndə, Xavaricində, hətta deyində, Şiyənin də, Rafizin də hamının özünə görə dəlili var. Yox, biz o dəlillər, yəni biz Krishna formasında deyilik qardaş. Biz yəni məktəbik, əməli başlı ciddi kitablarımız var, mənbələrimiz var, əlhəmdülillah, həmd olsun və belə deyək də, yəni o deyilən şeylər var, furular var. Ha, furulara da getmək olar, prosta mövzu Sadəcə mövzu bir dənə mövzu üzərindən danışım müəllim. Bir mövzu üzərindən. Bax, Asim müəllim,